Salam əziz üçüncülər, hörmətli valideynlər. 3-cü sinif riyaziyyat dərsi ilə izahlarımız davam edir. Mövzumuz bölmə 6-da həndəsi fiqurlar, ümumilikdə 26-cı mövzudur. Keçən dərs həndəsi fiqurlara aid yada sal bölümü, yəni ilkin dərsi keçdik. Orada daha öncəki sinifdə öyrəndiklərimizi bir xatırlatma apardıq. Bu günləri artıq yeni mövzuya başlayırıq. 26-cı mövzu kəskin və paralel düz xəttlər. Mövzuya keçməmişdən öncə sizdən istəyim videolarımı bəyənməyiniz, ətrafınızdakilərlə paylaşmağınız. Bir məlumat da nəzərinizə çatdırım ki, bizim 3-cü siniflər üçün onlayn hazırlıq qruplarımız, daha doğrusu 3-cü sinifi bitirəndə başlayacaq. May ayından etibarən başlamış olaraq, amma indidən qeydiyyat davam edir və 3-cü sinifi həm təkrar işləyirik, həm də ki 4-cü sinifə tam hazır olaraq başlamış oluruq ki, bizim 4-cü sinifdə heç bir problemimiz olmasın və xüsusi mövzularla 4-cü sinifi bitirmiş oluruq. Buradan da yəni valideynlərə səslənirəm. Əgər indidən övladlarınızın ən mükəmməl şəkildə hazırlaşmasını istəyirsinizsə, qeyd olunmuş nömrə ilə əlaqə saxlayıb qeydiyyata düşə bilərsiniz. Bu qədər. Keçək mövzumuza. Mövzumuz kəsişən və paralel düz xəttlərdir. Açar sözlərdə kəsişən, paralel və perpendikulyar düz xəttlər haqqında danışıb. Kəsişmə nöqtəsi, yəni iki dənə düz xətt bir-biri ilə kəsişirsə, bir-birini harda kəsirsə, bunlar kəsişmə nöqtəsi adlanır. Məsələn, deyək ki, bu bir, bu da bir. Bunların kəsişmə nöqtəsi, yəni harda kəsişiblərsə, o kəsişmə nöqtəsidir. Paralel budur ki, heç bir zaman bir-biri ilə kəsişmir. Yəni ki, aralarındakı məsafə hər zaman sabit qalır, eyni qalır. Bu cür deməli düz xəttlər də paralel düz xəttlər adlanmış olur. Perpendikulyar isə bunlar kəsişirlər və kəsişərkən düz bucaq əmələ gətirirlər. Məsələn, kəsişmə nöqtələri hardadırsa, həmin kəsişmə nöqtələrindən, yəni kəsişdikləri zaman iki dənə düz xətt nə əmələ gətirir? Yəni düz bucaq altında kəsişirlər. Bu cür düz xəttlərdə perpendikulyar düz xəttlər adlanmış olur. Açar sözlər haqqında danışdığımıza görə demək olar ki, biz bugünkü mövzu haqqında məlumatımız var. Tapşırıqlarda daha ətraflı öyrənərik. Araşdırma müzakirə bölümündə yazır ki, uşaqlar göstərilən küçələrlə fərqli istiqamətlərdə hərəkət edirlər. Hansı uşaqların yolları kəsişir? Hansı uşaqların yolları? Elxanla Lalənin yolu kəsişir. Elxanla Anarın yolu heç zaman kəsişmir. Bunlar paraleldirlər. Və Lalə ilə Anarın yolu da kəsişir. Yəni bunlar gələndə burada davam etmiş olsalar nə olacaq? Yollar kəsişmiş olacaq. Daha sonra da digər tərəfdə də bunlar kəsişmiş olur. Və öyrənmə bölümünə baxırıq. Öyrənmə bölümündə bizə nələr deyir? Deyir ki, kəsişmə nöqtəsi hardadır, bu haqda danışıb. Paralel düz xəttlər heç zaman kəsişmir, görürsən, aralarındakı məsafə eynidir. Düz bucaq əmələ gətirir. Zaten bunları dedim ki, biz açar sözlər haqqında danışanda deməli daha ətraflı danışdığıma görə öyrənmə bölümündə orada qeyd etmiş olmuşam. Bələdçidə yazıcı kəsişən paralel və ya perpendikulyar düz xəttləri göstərir. Nümunəyə baxırsınız ki, məsələn, bunlar paralel düz xəttdir, altına yazılır paralel düz xəttlər. A-da baxırıq, bunlar nədir? Kəsişiblər. Kəsişmə nöqtələri də buradadır. Bunlar necədir? Kəsişən düz xəttlər. Altında yazarsınız kəsişən düz xəttlər. Yəni bunu çəkmək lazımdır. Daha sonra burada da kəsişiblər, amma kəsişdikləri zaman düz bucaq əmələ gətiriblər. Düz bucaq altına kəsişiblər. Deməli, bunlar perpendikulyar düz xəttlərdir. Altına bax, buradakı perpendikulyar düz xəttlər sözünü yazmış olursunuz. Bunlar da davam etmiş olsa, uşaqlar bir çoxunu deyəcəksiniz ki, məsələn, bu düz xəttləri davam etdirmiş olsaq, nə olacaqlar? Kəsişmiş olacaqlar, ona görə də bunlar da kəsişən düz xəttlərdir. Yəni, onları siz çəkəndən sonra, yəni çəkirsiniz özünüz dəftərinizdə və altına yazırsınız ki, kəsişən düz xəttlər. D-də isə paralel düz xəttlərdir, paralel düz xəttlər yazmış olarsınız. Müstəqil işdə də müəyyən şəkillər verilib. Yazır ki, şəkillərdə kəsişən paralel və perpendikulyar düz xəttləri müəyyən edin. Məsələn, birincisində toxunma milləri, bunlar nədirlər? Kəsişirlər, kəsişmə yaradırlar. Kəsişən düz xəttlərə aid etmək olar. Daha sonra bu dəmir yol reysləridir. Dəmir yol reysləri bir-birinə paralel. Bunlar kəsişsələr, yəni mümkün deyil, düzdür. Digər tərəfdən kəsişə bilərlər. Başqa bir dəmir yol xətti gəlirsə, üst-üstə keçirsə, bunlar kəsişirlər hardasa. Amma hal-hazır ki, yəni gördüyümüz şəkildə dəmir yol reysləri kəsişib, bunlar paralel düz xəttlərdirlər.
Saatın əqrəbi perpendikulyar olaraq kəsişib. Görürsən, burada hal-hazırda kəsişmə nöqtəsi və burada nə əmələ gətiriblər? Bunların kəsişmə nöqtəsi düz bucağa. Hal-hazırda, yəni kəsişdikləri belə deyək də, yerə görə perpendikulyar xətlər adlanmış olurlar. Daha sonra baxırıq ki, buradakı yollar kəsişiblər, kəsişən yollardır, kəsişən düz xətlərə göstərə bilərik. Elektrik xətləri də paraleldirlər. Elektrik xətləri kəsişmiş olsalar əgər, o zaman nə olur? Hardasa, yəni qısa qapanma olur və işıqlar sönmüş olur, elektrik enerjisi kəsilmiş olur. Yəni bunlar da paralel düz xətlərə nümunə göstərmiş olar. İkinci tapşırığa baxırıq, yazıcı şəkilə əsasən suallara cavab verin. Hansı küçələr paraleldir? Paralel küçələrə baxırıq, hansılardır? Yaşıl bağ və meyvəli. Bunlar bir-biri ilə nədir? Paralel olmuş olacaqlar. Hansı küçələr kəsişir? Kəsişən küçələr deməli yaşıl bağla yaşıllıq kəsişmiş olur. Bunlar kəsişir. Daha sonra yaşıllıqla meyvəli kəsişmiş olur. Bunları yazırsınız. Məsələn, yaşıl bağ və yəni bunun bu sualı yazırsınız. Altında cavab olaraq xətt çəkirsiniz belə. Məsələn, yazırsınız ki, yaşıl bağ və yaşıllıq. Bunu yazırsınız, bir dənə vergül qoyursunuz. Ondan sonraki nə? Bu yaşıllıqla meyvəli, meyvəli və yaşıllıq bunu da yazarsınız. Hansı küçələr perpendikulyardır? Perpendikulyar olan çiçəkli küçəsi. Həm yaşıl bağla, həm də ki meyvəli. Bax bunu da yazarsınız. Məsələn, yaşıl bağ və çiçəkli, meyvəli və çiçəkli. Bunlar da perpendikulyar küçələrdir. Yəni kəsişib, perpendikulyar olaraq kəsişiblər. Öyrənmə bölümündə əlbəttə ki, həndəsi fiqurların adlandırılması haqqında danışıb ki, həndəsi fiqurları əlbəttə böyük hərflərlə adlandıra bilərik, bəzilərini kiçik hərflərlə də adlandıra bilirik. Yəni, ümumilikdə həndəsi fiqurları latin hərfləri ilə adlandırırıq. Baxırsınız ki, məsələn, nöqtə böyük hərflə adlandırılır və A nöqtəsi. MN parçanı MN, yəni böyük hərflə adlandırılır. Düz xətti kiçik hərflə də adlandırmaq olar. O cümlədən də böyük hərflə, məsələn, deyək ki, düz xətt üzərində 2 nöqtə qeyd etmiş olsaq, bu 2 nöqtə, məsələn, birini A olaraq, məsələn, digərini B olaraq nişanlasaq, bu AB düz xətti kimi də, yəni böyük hərflərlə də adlandırmaq olar. O cümlədən də kiçik hərflərlə də, bir kiçik hərflə də adlandıra bilərik. Bu zaman üzərində nöqtələr qeyd etmirik. Daha sonra üçbucaqdır. Üçbucağı adlandırarkən, məsələn, təpə nöqtələrini hərflərlə, yəni nöqtələr ümumiyyətlə nöqtə hərflənsə, harda varsa onu böyük hərflə yazmış oluruq. O cümlədən də dördbucaqlı verib, bu trapesiyada daha doğrusu. Bunu da adlandırarkən bu dördbucaqlı da, məsələn, biz bunu necə adlandırırıq? Üçbucağı adlandırırıq ABC üçbucağını. Bunu da K, L, M, N dördbucaqlısı adlandıra bilərik. Fikirləşdə yazıcı şəkildəki K, L, M dördbucağının paralel və ya perpendikulyar tərəfləri hansılardır? Hansılar paraleldir? L, M ilə K, N paraleldir. Amma K, L, K ilə L həm L, M ilə, həm də K, N ilə perpendikulyardır. Bunlar da, yəni buradan deyim. Bunlar bu şəkildə. Daha sonra baxırıq, burada nə var? Üçüncü tapşırıqda. Üçüncü tapşırıq yazır ki, xəttkeşdən istifadə etməklə dəftərdə kvadrat çəkin və adlandırın. Kvadratın bir-birinə paralel və ya perpendikulyar tərəfləri. Burada uşaqlar, mən elə bildim ki, şifahi olacaq suallar. Ona görə də orada yazılı olar. Siz dəftərinizdə bir nə çəkirsiniz? Kvadrat. Kvadratın bütün tərəfləri bərabərdir. Yəni, məsələn, burada deyək ki, 3 cm çəkdinsə, bu tərəfə də nə olacaq? 3 cm, yəni nöqtələr, damalı dəftərinizdə hələ ki onu çəkməyi bacararsınız. Yəni düz çəkmiş olsunuz, götürüb əyri çəkmirsiniz. Mən burada xəttkeş yoxdur deyə əyri çəkilir. Və bütün tərəfləri 3 cm çəkdir, nöqtələri birinci qeyd edirsiniz, sonra da onları birləşdirirsiniz. Bunu da adlandır. Məsələn, deyək ki, A, burası A oldu, bura B oldu, bura C oldu, burada D olmuş oldu. Və bunun məsələn, deyək ki, paralel tərəfləri AB ilə DC, o cümlədən də AD ilə BC bunlar paralel olmuş oldu. Yazırsınız AB paraleldir. Bu paralellik işarəsi budur. Paraleldir CD ilə. Daha sonra deyirsiniz ki, B
və ya da DA yazın, mən B yazmalıydım. Neyse. Bir dənə gözüm, onu silim. Buradan sildim, hə. Yazarsınız ki, AD paraleldir BC ilə. Bunlar nədir? Paralel tərəflər olmuş oldu. Hansılar da deyir ki, perpendikulyardır. Perpendikulyar olanlar AB ilə BC-dir. Məsələn, yazaq perpendikulyar olanlar hansılardır? Deməli, AB və BC. Daha sonra AB perpendikulyardır. Hansı ilə? AD ilə. Bunları qeyd etmiş olarsınız. O cümlədən digər tərəfdə də məsələn BC ilə DC də perpendikulyar. BC və DC bunlar da perpendikulyardır. AD ilə DC də perpendikulyardır. AD perpendikulyardır DC ilə. Bunları da qeyd etmiş olduq. Kaş ki açaydım. Mən elə bildim ki şifahi olaraq olacaq, ona görə. 4-də yazır ki, şəkilə əsasən suallara cavab verin. A düz xəttinə perpendikulyar olan düz xətt hansıdır? Perpendikulyar olan deməli bu kəsişmə nöqtəsidir. Görürsən, nöqtəni böyük hərflə yazıblar. Deməli A düz xəttinə perpendikulyar olan B düz xəttidir. Aydındırmı? Bu B düz xəttidir. Daha sonra buna yazır hansı düz xətt perpendikulyar olan düz xətt hansıdır? Yazırsınız ki, B düz xətti. Qabağında yazmış olarsınız və altında. A və B düz xəttlərinin kəsişmə nöqtəsi hansıdır? A və B düz xəttlərinin kəsişmə nöqtəsi, adını da dedim ki, hansıdır? D nöqtəsidir. Sonra yazır M düz xətti ilə B düz xətti paralel yoxsa kəsişən düz xəttlərdirlər. Əlbəttə ki, kəsişənlər. Uzatmış olsaq biz bunları belənsik, görürük ki, haradasa nə olacaq, gedib kəsişəcəklər. Ona görə də M ilə B kəsişən düz xəttlərdirlər. Bu qədər. Bundan başqa bir şey istəmir bizdən. 5-də yazır ki, uşaqların fikirləri doğrudurmu? Cavabınızı əsaslandırın. Yazır, bütün perpendikulyar düz xəttlər kəsişən düz xəttlərdir. Hə? Bütün perpendikulyar düz xəttlər kəsişən düz xəttlərdirlər. Bəli, bütün perpendikulyar düz xəttlər kəsişən düz xəttlərdir. Bütün kəsişən düz xəttlər perpendikulyar düz xəttlərdirlər. Bu isə yanlışdır, xeyr. Yalnız kəsişərkən düz bucaq əmələ gətirir. Yəni ki, onların kəsişdikdən sonra əmələ gətirdikləri bucaq düz bucaqdırsa, həmin kəsişən düz xəttlər perpendikulyar. Doğru olan Anarın dediyidir. Çünki elə düz xəttlər var ki, kəsişərkən perpendikulyar, yəni düz bucaq əmələ gətirmir. Bunlar sadəcə kəsişən düz xəttlər adlanır. Amma hansılar ki, düz bucaq əmələ gətirir kəsişərkən, onlar olacaq nə? Perpendikulyar. Ona görə də bütün perpendikulyarlar zaten ilk öncə kəsişirlər. Kəsişəndən sonra onun perpendikulyar olduğunu ya da ki olmadığını müəyyən etmiş olar. Bu qədər. Mövzumuz çox qısa idi. İnşallah ki yeni mövzuda görüşmək ümidi ilə hələlik sağ olun.